Əla dostlar, başlayaq. Növbəti dərsimizdir bu. 5-ci dərsimizdir. Və baxacağıq Efeslərə 6-cı fəsil 16-cı bənd. Rəbbisə xeyir dua ver dərsimizə. Minnətdarıq ki, belə bir imkan var. Sənin sözünü tədqiq etmək, öyrənmək, düşünmək. Hər dinləyiciyə xeyir dua ver, sən müqəddəs adından dua edirik. Amin. Efeslərə 6-cı fəsil, 16-cı bənd. Burada deyilir ki, bütün bunlardan üstün olaraq, şər olanın bütün yanar oxlarını söndürə bilmək üçün iman qalxanını əlinizə götürün. Dostlar, bu günləri növbəti sahə, növbəti zireh, iman qalxanıdır. Buna baxacağıq və çox maraqlıdır. İlk demək lazımdır ki, orijinalda yazılıb ki, bütün bunlardan üstün. Hərdən tərcümədə yazırlar əvvəl və yaxud buna əlavə. Ancaq əslinə qalsa bunlardan üstün və orijinalda həmçinin də bir mənası var ki, qaldırmaq lazımdır. Yəni, bütün zirehi giyinmişsinizsə, indi qalxanı qaldırmaq lazımdır. Tərcümələrdə yazılır ki, qalxanı götürmək lazımdır. Amma maraqlıdır necə orada xüsusi bir məna var ki, bütün zirehi taxandan sonra həmən bu qalxanı götürüb qaldırmaq lazımdır. Yəni, qaldırmaq ya götürmək o deməkdir ki, bütün bədənimiz üçün mühafizə var. Bax, bu qalxan çox maraqlı bir mühafizədir. Həvari Pavel onu yazanda Roma əskərlərin qalxanını nəzərdə tuturdu. Skutum deyirdilər ona, skutum və maraqlıdır ki, boyu, o qalxanın boyu 1 metr hardasa 20 sm idi. Yəni, onun arxasında tam gizlənə bilərdiniz. Eni də 75-76 sm idi. Yəni, Roma əskərləri üçün belə bir qalxan verirdilər. Və yəqin filmlərdə görmüsünüz, necə onlar tısbağa düzəldəndə yığırlar qutu kimi. Həmən o qalxanları qoyurlar qabaqda da, üstdə də və əslinə qalsa onun arxasında yanaki əskər tam gizlənə bilər oldu. Çox maraqlıdır ki, Roma əskərləri sol çiyinləri ilə o qalxanı basa-basa itələyə bilirdilər düşməni. Sağ əllərində də qılıncla döyüşürdülər və bax, balaca dönəndə və oturanda sən o qalxanın arxasında tam şəkildə gizlənə bilərdin. Və məncə Həvari Pavel də bunu nümunə kimi gətirir burada ki, qaldırın həmən o qalxanı ki, heç bir ox, heç bir zərər dəyməsin sizə. Və həmçinin də bu maraqlıdır ki, o vaxtı qalxanlar 8 və ya 10 kiloydu. Və məşq eləyəndə Roma əskərlərinin qalxanını daha da ağır eləyirdilər ki, döyüşdə yüngül olsun. Və döyüşdəki olan qalxanların çəkisi 8-10 kilo arası. Amma çox asandı idi onu çevirmək, yəni hər tərəfə, sola, sağa, onun arxasında gizlənmək, deməli, cürbəcür istiqamətdə və tam şəxsi qoruyurdu. Yaxşı da qulpu var idi. İçində şaquli qulp ki, onu tutada bilərdilər, qayışlar da var idi. Hərdən onu hələ bil ki, polirovka edirdilər. Hərdən yağ çəkirdilər üstünə ki, gələn oxlar sürüşüb qırağa getsin. Bəzi o dəri olan, üstü dəri olan qalxanları da yaş edirdilər. Su çəkirdilər canına ki, əgər yanar ox gəlirsə, sönsün. Yəni, çox müxtəlif, maraqlıdır. Tarixə baxanda, öyrənəndə bu zireh necə işlədilirdi. Beləliklə, bugün həmən bu iman qalxanından söhbət açır Həvari Pavel Efeslərə 6-cı fəsildə və ilk qeyd edin ki, bu bizim tam mühafizəmizdir. Amin. Tam mühafizəmizdir. Və birinci qeyd etmək lazımdır ki, iman nədir? Biz əgər imanlıyıqsa, Tanrıya iman etmişik. İbranilərə 11:1 orada deyilir ki, iman ümid edilənlərə etibar etmək, görünməyən şeylərdə əmin olmaqdır. Və İbranilərə 11:6
Deyilir ki, iman olmadan Tanrını razı salmaq qeyri-mümkündür. Gəlib çatırıq bu sahəyə ki, harada biz salih insanlar imanla yaşamalıyıq. Necə salih olduq biz? İsa Məsihə iman edəndə. Amin. Bax, İsa Məsihə iman edəndə, hərdən biz deyirik ki, Rəbb İsa'ya gələndə, tövbə eləyəndə, onu qəbul edəndə, Tanrıdan biz salihliyi qəbul edirik. Bu haqda keçən səfər danışdıq. Və bilirsiniz nə baş verir? Tanrının sözü indi içimizdədir. Və ən gözəl şeydir ki, iman da dönür olur bizim bir hissəmiz. Bax, onun üçün İsa Məsih deyirdi ki, sözdə qalın, söz də qalsın sizdə. Olduğu ki, iman olsun sizin bir hissəniz. Biz İsa Məsihə iman edəndə, necə ki, İsa Məsihin salihliyi verilir bizə, elə də bizə İsa Məsihin imanı verir. Biz İsa Məsihə insan imanı ilə inanmırıq. Biz İsa Məsihə Tanrının bizə verdiyi imanla inanırıq. Oldu, İsa Məsihin imanına inanırıq. Və bu iman indi bizim bir hissəmizdir. Bayırda deyil o iman, içərdədir. Bax, Pavel də onu demək istəyir ki, bu imanı qaldırın. Hər gün və yaxud götürün. Oldu, yəni danışmalısınız bu iman haqda. Etirafınız iman sözləri olmalıdır. Hərəkətiniz imanda olmalıdır. Oldu, yəni heç nəyə imansız yanaşmayın. İmansız yaşamayın. Oldu, xüsusi vəziyyətlərdə də, ümumi vəziyyətlərdə də. Bilin ki, əgər İsa Məsih bizdə yaşayırsa, oldu, imanla yaşayır və mən əgər yaşayıramsa, mən də İsa Məsihə, Tanrının oğluna imanla yaşayıram. Amin. Möhtəşəmdir bu. Halleluya. Bunu da qeyd edək. İmanımız hardan gəlir? Tanrının sözündən gəlir. Oldu. Tanrının sözünü eşitməliyik. Bax, bu zəruridir. Bax, bu qalxan işləmək üçün, imanın qalxanı, biz sözdə olmalıyıq. Yəni, sözü eşitməliyik, qəbul etməliyik, oldu ki, sonra biz Tanrını yaşaya bilək. Yəni, Tanrının bizi ilə ünsiyyəti var, münasibəti var. Müqəddəs ruh danışır bizimlə. Tanrı bizi aparmaq istəyir, öyrətmək istəyir. Bunun üçün də Tanrı müqəddəs yazını verib ki, insan, ona inanan insan oxusun və yaxud qulaq assın, vəz olunur. Biz kilsəyə gəlirik, vaiz vəz edir və bizdə iman hasil olunur. İman Tanrının sözünü eşitməkdən hasil olur. Nə üçün iman lazımdır? Birinci növbədə Tanrı üçün. Tanrı bizdən əsas iman istəyir. Bayaq oxuduğumuz kimi İbranilərə 11:6 İman Tanrını razı salır. Oldu və o bənddə deyir ki, onu axtaranlara o mükafat verir. Oldu və həmçinin də çox maraqlıdır. Necə Tanrı gəlib ki, bizi özü ilə barışdırsın, ürəyimizə sülh gəlib və necə Tanrı istirahət edirsə, elə də istəyir ki, biz iman istirahətinə daxil olaq. Bax, bu da onun sözü vasitəsilə gəlir, müqəddəs ruhla dolu olmaq vasitəsilə gəlir. Və onda da daxilimdə razılıq var, möminlik var. Biz mömin həyata can atırıq. Andan ana oldu, Tanrıya itayətli. Yəni ki, istəyirik bunu, mömin həyatı istəyirik. Bax, qalxanı qaldırmaq üçün bunu qeyd edin. İman qalxanını qaldırmaq üçün və yaxud götürmək üçün hər gün, bu o deməkdir ki, mən imandan imana yaşayıram. Romalılara 1:17. Salih yaşayır imandan imana və salihlik açılır ona. Oldu. Yəni ki, Tanrının vədləri var. Biz bu vədləri bəyan edirik, bu vədlərə inanırıq. Oldu və imanla yaşayırıq. Orada da heyrətamiz sevinç var. Orada bunun üçün gözəl lütf var. İkincisi, 16-cı bəndə qeyd edə bilərsiniz. Romalılara 1:16. İman qalxanı o deməkdir ki, həm Tanrının sözünə, həm də Tanrının vədlərinə dəyişməz ümid edirik. Oldu, yəni tərəddüd etmədən arxalanırıq. Bax, bunu öyrənirik. Çünki qalxan əslinə qalsa möhkəm şey olmalıdır da, düzdür. Əgər mən onun arxasında gizlənəcəmsə, əgər o qalxan yanan oxları
saxlayacaqsa, möhkəm olmalıdır. Və bu deməkdir ki, Tanrının da sözü möhkəmdir. Bibliya deyir ki, Tanrı insan deyil ki, yalan danışsın. Və onun sözü boş yerə qayıtmır. Deyibsə, edəcək. Onun vədləri hə və amindir. Bizdən bir şey tələb olunur ki, biz Tanrıya etibar edək, onun sözünə tərəddüd etmədən arxalanaq. Və bunun üçün də Bibliyanın təlimi var və Bibliya kateqoriyalarda öyrədir. Kateqoriyalar nədir? Yəni ki, mənim həyatımın hər bir sahəsinə toxunur. Hardan gəlir bu? Mətta 4-cü fəsil, Luka 4-cü fəsildə İsa Məsih deyir ki, insan Tanrının ağzından gələn hər sözlə yaşamalıdır. Başa düşürsünüz? Yəni, ümumi deyil, orada hər. Yəni, hər söz vacibdir, hər sözün əhəmiyyəti var. Nəyəsə toxunur o, hansı sahəyə toxunur. Ona görə biz hərdən buna kateqoriyalar deyirik də. Həmən o təlim bizim diri hasarımıza çevrilir. Necə ki, bax, bu qalxan kimi. Mən eşidirəm, ürəyimdə gizlədirəm bu sözü, bu sözlə yaşayıram, və bu yeganə bir yoldur ki, mən azad olum. Keçən səfər danışdıq, həqiqətin kəməri haqda danışanda ki, necə həqiqəti biləcəyik, söz bizdə qalır, biz sözdə qalırıq, həqiqəti biləcəyik və bu bizi azad edəcək və daha çox biz sağlam qalacağıq. Sağlam qalacağıq, çünki pis fikirlər var, proyeksiyalar var, düşüncələr var, sözlər deyilir və necə ki, ilan sancmaq istəyir, düzdür, zəhəri var. Bax, o qalxanı qaldırırıq. İmanla qalxanı qaldırırıq ki, biz sağlam qalaq. Yəni ki, bu onu göstərir ki, Tanrının sözü ilə ciddi olmaq lazımdır. Yəni, təsadüfi ola bilməz bizim münasibətimiz. Yadıma düşəndə oxuyuram, ürəyim istəyəndə gedirəm toplantıya və yaxud belə də necə gəldi. Yox, təsadüfi ola bilməz. Bu, gərək regulər, yəni ki, əskərdən söhbət gedir də, görürsünüz, kəmər, ayaqqabıları, sinəsinin zireyi danışdıq, sonra qalxanı götürür, qayda var orada, və məşq var orada və yəni, heç cür ola bilməz ki, mən belə yadımdan çıxsın, bir gün eləyim, bir gün eləməyim, bir gün eləyim, 5 gün eləməyim. Ancaq burada ciddi münasibətdən gedir söhbət, Tanrının sözünü eşitmək və qəbul etmək. Çünki bizim imanımız, əslinə qalsa, Rəbdən gələn iman sözdə təsbit olunur, onun sözündə. Və bizim əqlimiz də, ürəyimiz də bu sözü eşitməlidir ki, necə ki, Pavel yazırdı ki, bu həqiqət bizim belimizdə qalsın. Yadınızdadır, bizim bir filmimiz vardı, adı yadımdan çıxıb, ancaq orada qəhrəman kitabları oxumalı idi ki, kəmər onun belində qalsın. Yadınızdadır. Bax, o həqiqət qalsın belimizdə. Çox vacibdir. 2-ci Korinflərə 15 deyir ki, hər bir Tanrıya qarşı çıxan düşüncəni Məsihə əsir edə bilərsiniz. Bax, yəni ki, fikirlər var, cürbəcür iməclər gəlir, nə bilim, təəssüratlar, təsvirlər və ola bilər ki, təmiz deyil, ola bilər ki, qorxu gətirəndir, ola bilər ki, həyəcan, ola bilər ki, narahatçılıq. Bax, bunları gərək biz Rəbbə əsir edək, Rəbbə itaətə gətirək və 2-ci Korinflərə 13:5 çox gözəl bir söz var orada. Deyir ki, özünüzü yoxlayın və iman yolunda olub-olmamadığınızı bilmək üçün sınaqdan keçirin. Yəni ki, hər gün yaşayırıqsa imanla yaşayırıq və yoxlayın özünü ki, mən buna imandan eləyirəm, imana görə eləyirəm, yoxsa yox. Və hər dəfə biz iman qalxanını götürüb qaldırırıq. Və qaldıranda Bibliya deyir ki, o da Tanrının salihliyi bizə açılır. Və nədir Tanrının salihliyi? Biz danışmışdıq bu haqda. Tanrı kamildir və onun xeyirxahlığı kamildir, onun səbri kamildir, onun ədaləti kamildir. O tamdır. Hərəkətində də, sözündə də, münasibətində də
və əlbəttə ki, Tanrıdan gəlir məhəbbət, Tanrıdan gəlir mərhəmət, lütf oldu. Bax, bunlar bizə açılır və qalxanı qaldıranda Tanrının salihliyi bizə açılır. Yəni ki, onun xasiyyəti bizə açılır səmalardan və ona görə də Romalara 1:17 deyilir ki, imandan imana Tanrının salihliyi bizə açılır. Başa düşürsünüz? Gözəldir. Yəni, əgər mən imanlıyamsa, Tanrını razı salmaq istəyirəm də, düzdür? Və Tanrını razı salmaq üçün imanım var və imandan imana yaşayıram ki, mənim həyatımda Tanrının xasiyyətləri, xüsusiyyətləri açılsın. Mən də onun kimi sevə bilim, mən də onun kimi xeyirxah ola bilim, mən də onun kimi səbirli olum, mən də onun kimi şəfqətli, mərhəmətli ola bilim. Oldu. Yəni, çox maraqlıdır. Düşünürdüm ki, biz insan qalxanını qaldırmırıq, cisim qalxanını qaldırmırıq, şübhələr qalxanı deyil bu, bu iman qalxanıdır. Oldu. Və bu hər zaman istifadə edilməlidir. Çünki elə olmasa, elə bil ki, onda imanla yaşamıram. Oldu. Və Tanrı deyir ki, hər şey sizin həyatınızda imandan olmalıdır. Çünki onda məni görürsünüz. Onda səmalar məni açır sizə. Oldu ki, biz də sonra Tanrının xüsusiyyətlərini öz həyatımızda nümayiş edə bilək. Tanrıdan bizə verilən iman kamildir və dəqiqdir. Ona görə də bu iman qalxanı dəqiqdir. Oldu. O sizi mütləq qoruyacaq, mühafizə edəcək. Çünki Tanrının sözü dəqiqdir. Oldu. Tanrının sözünə nur deyilir. O həmişə dəqiq anlayış verir bizə. Bunun üçün də Koloslara 3:16-da deyilir ki, qoyun Tanrının sözü sizdə bol yaşasın. Başa düşürsünüz? Yəni, bol yaşasın o deməkdir ki, səliqəli, dəqiq anlayışınız olacaq və büdürəməyəcəksiniz. Yəni, orada səliqə var, dəqiqlik var və əqlinizi başqa şeylər yoldan çıxarda bilməyəcək. Oldu, çünki siz imanla yaşayırsınız, başa düşürsünüz ki, Tanrının qarşısında yaşayırsınız, Tanrının huzurunda və bu cisim deyil, bu bizim enerjimiz deyil, bizim gücümüz deyil. Bilirsiniz, insan cismi, insan enerjisi çox tükənən bir şeydir. Qurtarır, zəif olur, yorulur, çaşır və bunun üçün də İsa Məsih gəlib həyatımıza ki, biz ona imanla yaşayaq. Amin. Dostlar, başa düşürsünüz. Bax, iman qalxanını götürmək və yaxud qaldırmaq bu deməkdir ki, biz İsa Məsihə imanı qaldırırıq. İsa Məsihi qaldırırıq. Yadınızdadır necə tunc ilanı qaldırırdı Musa ki, İsrail xalqı ona baxıb şəfa tapsın. Həmən söhbətdir ki, sancmaq istəyirdi ilan, iblis göndərirdi o zəhəri. Tanrı demişdi ki, siz qaldırın İsa Məsihi öz həyatınızda. Odur, iman qalxanını qaldırın. Və bax, insan öyrənir. Rəbb İsa Məsihə iman edən insan öyrənir ki, imanla yaşasın. Və bu, ən gözəl mühafizədir. Ona görə də buna deyirlər imanın qalxanı. Ən gözəl mühafizə. Bu iman Tanrının oğlunadır. İsa Məsih də bax, məhz belə bir iman verib bizə. Çox sadədir, əmindir, mühafizəlidir və bizi mühafizə edir, möhkəmdir. Bunun üçün də qaldırırıq həmən iman qalxanını. Bu deməkdir ki, həyatımızın hər günündə, hər vəziyyətində İsa Məsihi qaldırırıq və dərhal orada qurtuluş var, mühafizə var, şəfa var, dirçəliş var, sevinç var olduğu və bu hələ bil ki, bir növü iman məktəbidir, dostlar. Və biz öyrənməliyik, biz inkişaf eləməliyik, Tanrının sözünə imanda böyüməliyik, Rəbb İsa Məsihə imanda böyüməliyik. Bilirsiniz, İsa Məsih yer üzündə olanda nə axtardı o? Yalnızdadır, onun ən gözəl komplimentləri nə idi? Ki, mən belə iman görməmişəm İsraildə. Böyükdür sən imanın. Yəni, həmişə imanı dəstəkləyirdi. Yəni, onun üçün gəlib, onu axtarır. Həmişə onu axtarır. Və qaydanda da, gələndə də iman axtaracaq. Rəbb çox istəyir ki,
bizim şəxsi, diri imanımız olsun. Çünki Tanrı şəxsi Tanrıdır. Diri Tanrıya, şəxsi Tanrıya. İmanla Tanrının salihliyi, Tanrının təbiəti bizə göstərilir. Onun yaxşılığı, əzəməti, xeyirxahlığı imandan imana açılır. Bax, bunun üçün də biz bu qalxanı götürməliyik. Və bu heyrətamiz örtüydür bizim üçün. Bax, bunu qeyd edin ki, Tanrının imanı, İsa Məsihdən gələn iman kamildir və bitirilmiş işin örtüyüdür bizim üçün. Beləliklə, imanın qalxanı elə bax, budur. Amin. Rəbb sağ xeyir dua ver, bu fikirlərə minnətdarıq, mühafizəyə görə, təchizata görə, sənin bütün zirehlərinə görə. Sənin müqəddəs adından dua edirik. Amin.